Çox gözəl sənət əsəri, yenə aşbazlar. Bu silsilə videolarımızdan bu səfərki videomuz sahibkarlara və iş adamlarına gəlsin. Kafe açdıqda nələri etmək lazımdır? Heç bunu bilirdinizmi? Sahibkar olaraq, iş adamı olaraq sizlər hər hansı bir kafe açdıqda ilk öncəsin nəyə fikir vermək lazımdır? Konsept və hədəf auditoriyasını tutmaq lazımdır. İkinci vacib məsələlərdən biri məkan seçimini düzgün seçmək lazımdır. Üçüncü, biznes plan və onun büdcələnməsini etmək lazımdır. Dördüncü, digər lisenziyalar və icazələr. Beşinci, menyunu, sadə, gözəl bir kafe üçün menyu planlaşdırmaq lazımdır. Komanda və mütləq halda təlim keçmiş komanda olmalıdır. Avadanlıq və mətbəx avadanlığının quraşdırılması və texniki baxım. Düzgün halda marketinq və xüsusən də brendinq etmək lazımdır. Təchizatlar, logistikası düzgün halda daimi stabil mallar, keyfiyyətli mallar siz kafeyə gəlməlidir. Ən vacib məsələsi düzgün operation sistemini qurmaq lazımdır. Bunları qurduqda uğurlu bir layihə əldə edə bilərsiniz. Daha maraqlı və ətraflı məlumatlar almaq üçün bizim Instagram, YouTube və TikTok kanalımıza abunə olmanızı davam edəsiniz.